Salam, hörmətli tamaşaçı. Bugün biz təməl proqramında müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirməsi haqqında danışacağıq. Bu il Azərbaycanın 12 bölgəsində bilik və bacarıqların diaqnostik qiymətləndirməsi ilə bağlı qərar verilibdir və noyabr, dekabr aylarında müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcəkdir. Bu qiymətləndirmənin əsas məqsədi nədən ibarətdir? Bunun məramı və qiymətləndirilən şəxslərin önündə perspektiv imkanlar nədən ibarət olacaqdır? Bu rakursda biz bugün təməl proqramında söhbətimizi aparacağıq. Beləliklə, mən Təhsil Nazirliyinin İnsan Resursları Şöbəsi Müdür Müavini İlham Nağıyevlə bugün studiyadayım. İlham mənim, xoş gəlmişsiniz bizim studiyamıza. Çox sağ olun. Maraq doğuran məqam odur ki, müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsində əsas məqsəd nədən ibarətdir? Xahiş edirəm bununla bağlı. Azərbaycan Respublikasının Prezident tərəfindən təsdiqlənmiş təhsilin inkişafı üzrə dövlət strategiyasında da belə deyək də əsas qarşılanan məqsədlərdən biri ümumi təhsil müəssisələrində tədrisin keyfiyyətinin qaldırılmasıdır. Doğrusu diaqnostikanın ana məqsədi budur. Yəni biz diaqnostik qiymətləndirmə aparılan zaman məktəbdə çalışan müəllimlərin həm ixtisas biliklərini, bacarıqlarını, həmçinin də onların metodika və təlim strategiyalarına bağlı bilik səviyyəsini müəyyənləşdiririk. Yəni, daha konkret desək, biz bilirik ki, artıq diaqnostikanın nəticəsi olaraq hər hansı bir məktəbdə çalışan riyaziyyat müəllimi ixtisası üzrə hansı bölmələri bilir, daha yaxşı bilir, hansıları bilmir. Bu adam yuxarı yoxsa aşağı siniflərdə dərs deyə bilər. Həmçinin metodika baxımından buna biz hansı təlim strategiyaları mövzularından daha yaxşı, belə deyək də, mənimsəyib bunları, hansılarda müəyyən axsamalar var. İlham, hansı kateqoriya müəllimlər diaqnostik qiymətləndirməyə cəlb olunacaqlar? Əvvəlki saat hesabı çıxmaq şərti ilə müddətli və müddətsiz müqavilənin əsas iş yeri məktəb olan bütün müəllimlər, ümumi təhsil müəssisəsi müəllimləri diaqnostikaya cəlb olunacaqlar. Hərbi hazırlıq müəllimləri də, sonra məktəb psixoloqlarının da cəlb olunması gözlənilir, yoxsa? Yox, yeganə müəllimlərdən kənar, onu düz vurğuladınız ki, hərbi rəhbərlər də cəlb olunacaq ki, hərbi hazırlıq rəhbərləri, yəni gənclərin çağırışa qədər ki, hərbi rəhbərləri də müəllimlərlə bərabər cəlb olunacaq. Amma o ki, qalı digər peşələrə, psixoloq, laborant, uşaq birliyi təşkilatı rəhbəri, direktor müavini, kitabxanaçı, bu adamların belə diaqnostikaya bu mərhələdə cəlb olunması gözlənilmir. Burada məktəb direktorlarının və məktəb direktor müavinlərinin də diaqnostik qiymətləndirmə cəlb olunması gözlənilmir. Xeyr, hətta həmin adamlar tədris aparırlarsa da belə, həmin adamların belə deyək, diaqnostikaya cəlb olunması nəzərdə tutulmur. Prosedurla bağlı məlumat verməyiniz maraqlı olardı. Ümumiyyətlə, bundan əvvəlki diaqnostik qiymətləndirmənin keçirilmə prosedurundan indiki arasında hansı fərqlər var? Bir neçə fərqlər var. Birincisi, imtahanın formatı fərqidir ki, misal üçün, Bakı şəhərində diaqnostika keçirilən zaman bu kağız formatında belə deyək keçirildi. Yəni, müəllimlərə sual kitabçaları və cavab kartları paylanırdı. Müəllimlər verilmiş vaxt ərzində, 2 saat ərzində sualları cavablandırırdılar. Eyni, yəni məzmun dəyişməyib, ixtisas və metodikadır. Amma format dəyişib ki, bu dəfə biz artıq kağız yox, kompüter imtahanı eləməyə planlaşdırırıq. Bununla da bağlı deyə bilərəm ki, artıq 5 ildir ki, işə qəbul imtahanları, yer dəyişmə imtahanları artıq kompüterdən keçirilir. Və müəllimlərin, belə deyək, kompüter, İKT biliklərinə bu bir mənalı təsir edir ki, biz artıq gözləyirik ki, 21-ci əsrdə bizim məktəblərin hər bir müəllimin minimal İKT biliyi var. Düzdür, rayonlarla danışan zaman bəzi rayonlarda müəyyən kateqoriya müəllimlər var ki, az da olsa, misal üçün, yaş həddinə çatdığına görə onlarda ola bilər İKT biliklərində müəyyən zəiflər olsun. Amma bununla bağlı Cənab Nazirin də əmrində qeyd olunub və bütün yerli təhsil idarəetmə orqanları həmin 12 bölgədə artıq tapşırıq verilib ki, həmin müəllimlərin növbəti 2 ay ərzində İKT biliklərinin minimal imtahan səviyyəsinə qaldırılmasından bağlı artıq iş gedir. Ötən ildə yəni, biz keçirirdik həm metodika, həm biliklər, həm də kommunikativ qabiliyyətlə bağlı. Həmin qaydada keçiriləcək də? Həmin qaydada keçəcək. Yeganə kommunikativ testi biz növbəti mərhələdə planlaşdırırıq. Fikirləşdiririk ki, ilkin mərhələdə nəzərə alaraq ki, 12 bölgədir və belə deyək də əsas məqsəd müəllimin ixtisas və metodika bilikləridir. 40 sual ixtisasdan olacaq, 20 sualsa metodikadan ümumi 60 sual və müəllimə həmin 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt ayrılacaq ki, bu da bir suala 1.5 dəqiqə vaxt verir ki, bu da kifayət qədərdir. Ötən imtahanımızda da, eləcə də bir çox imtahanlarda da, yəni hər bir sualı normalda 1.5 dəqiqə planlaşdırılır. Bu nəticələr maddi rifah halının yaxşılaşdırılmasına necə təsir göstərəcək? Bununla bağlı kifayət qədər suallar var. Bir əsas məsələlərdən biri odur ki,
məktəb direktorunun əlində məlumat olacaq müəllimlər haqqında və bir mənalı şəkildə diaqnostikadan yüksək bal toplayan müəllimin dərs yükünə təsir edəcək bu. Yəni diaqnostikadan hər hansı bir iki müəllimi biz götürsək, biri misal üçün toplayıb 59 bal, çox yüksək baldır, biri toplayıb 30 bal, bir mənalı şəkildə yüksək bal toplayan daha savadlı və layiqli namizədə müəllimə daha yüksək dərs saatı veriləcək və bir mənalı şəkildə bu həmin adamın maddi rifahına da təsir edəcək yüksək. Diaqnostikanın ikinci məqsədi və yaxud da dediyim kimi, misal üçün nəzərə alaraq ki, artıq istiqamət yönlü iş aparılır. Yəni, misal üçün bildiyiniz kimi biz ixtisas artırmaya cəlb edirik müəllimləri 5 ildən bir məcburi qaydada. Yəni, artıq bu ümumi qaydada deyil, artıq hər bir müəllim ora cəlb olunanda bu adamın zəif və güclü tərəfləri müəyyənləşdirilir. Biz bilirik ki, buna hansı kursu keçməliyik. Bildiyiniz kimi artıq Bakıda diaqnostikadan keçən müəllimlər kurslara cəlb olunur və nəticə olaraq artıq 30-40% həmin adamların kursdan əvvəlki balı ilə kursdan sonraki balı arasında böyük fərqlər var ki, bu da həqiqətən də göstərir ki, müəllimin diaqnostikası aparılıb, ona istiqamət yönlü təlim kursları keçəndə bu nəticəyə nə dərəcədə ciddi təsir eləyir. Bu da bir mənalı şəkildə müəllimin həm səviyyəsini qaldırır, onun maddi rifahı ilə bərabər, o da ki, yekun nəticə olaraq tədrisin keyfiyyətinə təsir edir. Bakı daha kompakt olduğu üçün burada nəticələrdən asılı olaraq ixtisas artırmanın keçirilməsi daha effektiv mümkün olur. Amma biz indi söhbət ondan aparırıq ki, 12 bölgələr, yəni bu Gəncədən başlayaraq Sumqayıt, Saatlı, Sabirabad və digər bölgələr. Və bu bölgələrdə biz nəticələrdən asılı olaraq ixtisas artırmanın aparılması üçün bir modula yaxud da bir şəbəkəyə hazırıqmı, yəni bunun icrası üçün? Mən fikrinizdən tam razıyam ki, misal üçün Bakı müəllimləri bir yerdə yerləşir. Bakıda belə deyək də çoxlu ali təhsil müəssisələri, orta ixtisas təhsil müəssisələri var ki, bu bizim imkanlarımızı artırır. Amma regionlara gəldikdə, misal üçün bizdə Xaçmazda, Gəncədə, Cəlilabad, Masallı, Sabirabad, yəni müxtəlif zonaları əhatə eləyən, belə deyək, şəhər və rayonlarımızdır. Amma burada biz müəyyən başqa bəlkə modellərə də baxa bilərik. Misal üçün bəzi həmin regionların özündə bizim ali təhsil müəssisələrimiz yerləşir. Ola bilər həmin region birbaşa özündə də olmasa, amma onun qonşuluğunda bir mənalı şəkildə var. Bugün Gəncənin özündə 3-4 ali təhsil müəssisəsi fəaliyyət göstərir. Hansı yerlərdə ki, misal üçün ali təhsil müəssisələri yoxdur, yəni belə deyək, biz artıq müəyyən dərəcədə bəlkə başqa modeldə keçə bilərik. Misal üçün biz modullar əsasında da həmin ixtisas artırmaları təşkil edə bilərik. Yəni müəllim artıq belə deyək də 4-5 həftə, 1 ay və yaxud 2 ay misal üçün ayrılmasın tədrisdən o modullar şəklində. Misal üçün o adam gəlir 4 gün, 5 gün, 1 həftə konkret bir modulu keçir, ondan sonra qayda tədrisini aparır, ondan sonra növbəti. Yəni ümumiyyətlə dünya praktikasında da bu modullar əsasında ixtisas artırma kursları praktikası var ki, bu da müəllimə müəyyən dərəcədə belə deyək, rahatçılıq, öz tədris qrafikinə və öz işgüzar qrafikinə elə də ciddi təsir etmədən belə deyək də bu işi görməyi olur. Amma biz əlbəttə ki, bunu artıq diaqnostika bitəndən sonra növbəti təqvim ilinin əvvəlində təhlilin əsasında artıq buna bir qərar veriləcək. Hansı dəqiq format olacaq? Bir də diaqnostikanın keçirilməsi müddəti hansı zaman üçün nəzərdə tutulub və nə qədər müəllim əhatə edəcək bu? Bizdə imtahanların keçirilməsi vaxtı plan belədir ki, noyabrın axırı, dekabrın əvvəli təqvim ilinin sonuna kimi ki, artıq növbəti təqvim ilindən 2016-cı ilin yanvarından əmək haqqının artırılması planlaşdırılır. Hal-hazırda siyahılar yığılır bütün rayonlardan. İlkin statistik məlumatlara görə bu 30 minə yaxın kontingentdən biz danışırıq. Amma əlbəttə ki, dəqiq siyahılar bizdə olandan sonra biz belə deyək də artıq daha dəqiq rəqəmlər əlimizdə olacaq. Siyahıların yığılmasına da bağlı bir məqam vurğulayım ki, biz burada da yenilik etmişik. Bakıda biz bunu edən zaman nəzərə alaq ki, ilkin praktika idi. Biz məktəblərin özlərindən siyahıları götürürdük. Belə deyək, amma artıq bu indiki halda tam elektronlaşdırılmış formatdadır. Həmin o proqram təminatı həm Daxili İşlər Nazirliyinin vəsiqə bazası, eləcə də Əmək və Sosial Müdafiə Nazirliyinin müvafiq əmək bildirişləri bazasına inteqrasiya olunub. Yəni, nəyi demək istəyirəm? Məsəl üçün, hər hansı bir məktəbdə laborantı, əgər müəllim adı ilə, məsəl üçün, texniki səhv olaraq vurmaq istəsələr, sistem onu buraxmayacaq ki, bu müəllim deyil. Çünki bunun əmək müqaviləsində laborant yazılıb və sistem artıq, yəni bu da bizə bir mənalı şəkildə siyahıların həm sürətli yığımında və dürüst, dəqiq, səlqəli yığımında kömək eləyəcək ki, artıq biz biləcəyik ki, bizim əlimizdə olan kontingent siyahıda sırf şamil olunan kontingentin adamları əhatə olunur. Bir məsələni də istərdim ki, bu tamaşaçılar üçün də çox vacibdir. Bizə gələn suallar da bunu çox tələb eləyir cavablandırmağı. Diaqnostik qiymətləndirmədən bu və ya digər səbəbdən
keçməmək nə deməkdir? Mən istəyirsə Bakının təcrübəsində deyim, konkret rəqəmlərlə bəlkə desək daha yaxşı olar. Bakıda da dediyiniz kimi elə 30 minə yaxın kontingentin cəlb olunması planlaşdırılırdı və imtahanlarda 98-99% davamiyyətlə imtahanlara bütün müəllimlər gəldilər, iştirak etdilər. Yəni 1%-ə yaxın bir müəllim oldu ki, bunlar müəyyən səbəblərdən gəlmədi. Həmin səbəblər hansılardır? Əsas səbəblərdən biri sağlamlıq imkanlarıdır ki, misal üçün müəyyən növdə müəllimlər analıq məzuniyyətində olurlar həmin vaxt və yaxud adamın misal üçün sağlamlıq imkan vermir ki, bu gəlsin imtahanda iştirak eləsin. Misal üçün belə deyək də olur ki, adamın ayağında problem olur, əlində problem olur, gözündə problem olur, belə hallar olur. Bununla da bağlı biz rayon təhsil şöbəsinə ciddi tapşırıq vermişik ki, diaqnostikada iştirak elə bilməyən müəllimlər əsaslı olaraq səbəb gətirməli ki, mən niyə gəlmək istəmirəm. Düzdür, diaqnostikada iştirak könüllüdür, bir mənalı şəkildə, amma nəzərə alaraq ki, əmək haqqı artımı gözlənilir və müəllimlərin özünə bu çox lazımdır. Müəllimlərin hamısının cəlb olunmasında biz problem görmürük. Yəni, hamı istəyir cəlb. Bəs bu və digər səbəbdən keçməyən müəllimlərimizin təbii ki, əsaslı səbəb olaraq onların hansı müddətdə diaqnostik qiymətləndirmədən keçirilməsi düşünülür və o düşünüldükdən sonra onlar avtomatik olaraq əmək haqqı artımına şamil olunacaqmı, yoxsa yox? Bakıda, misal üçün, biz ilk imtahanı keçirdəndə 2014-cü ilin yayında, orada da 1%-ə yaxın kontingent oldu ki, gəlin, müəyyən səbəblərdən iştirak eləmədilər. Həmin kontingent üçün və əlbəttə ki, nəzərə alsaq ki, növbəti illərdə də yeni müəllimlər işə təyin olunur, onlar da diaqnozun keçməsi planlaşdırılır. Sadəcə olaraq həmin, belə deyək, diaqnostikadan sonra biz gözləyirik ki, artıq yanvar ayında siyahıları biz bir daha toplayacağıq ki, nə qədər kontingent keçmədi. Və artıq o saya uyğun olaraq bir neçə ayın içində imtahan təşkil olunacaq, belə deyək, və həmin adamlar cəlb olunacaq. Biz bilirik ki, Bakı şəhərində də dediyiniz kimi müəyyən faiz insanlar səhv eləmirəmsə 4000 nəfərə yaxın idi. Bəli. Onların birinci diaqnostik qiymətləndirmədən bu və digər səbəbdən keçməmişdir. Onların artıq prosesi mən bilən yekunlaşıbdır və ilkin nəticələrlə bağlı hər hansı bir xəbər yoxdur. Baxın, diaqnostikadan keçməyən müəllimlər, məsələn, siz bir rəqəm dediniz də, orada o rəqəm özü də biraz bölünür. Müəyyən kontingent oldu ki, yəni hardasa bir 1000-1500-ə yaxın müəllim, bunlar ümumiyyətlə həmin ərəfədə, ola bilər, indi mən demirəm, bunu diaqnostika ilə birbaşa bağlamaq, amma əlbəttə ki, bunun müəyyən təsiri oldu ki, bu adamlar sadəcə olaraq öz vəzifələrindən könüllü şəkildə belə dedilər ki, biz artıq müqaviləmiz direktdan verilsin və könüllü iş yerlərini tərk etdilər. Düzdür, ola bilər bu adamın müəyyən başqa səbəbləri vardı, amma ola bilər ki, adam düşündü ki, diaqnostikanın nəticəsi olaraq bəlkə də bu mən elə də qane eləməyəcək, mənim məktəbim, mənim belə deyək, şagirdlərin valideynlərini və adam öz peşəsini tərk elədi. Bir belə kontingent sayda adam oldu. Digər kontingent oldu ki, diaqnostikanın nəticəsi olaraq çox aşağı bal topladıqlarına görə yenə də könüllü əsaslarla öz peşələrini tərk edilir, yəni eyni sayda. Və digər də kontingent oldu ki, məsəl üçün bunlar yaş həddinə çatdılar, belə deyək də 65 yaş və məlum oldu ki, bu adamın artıq diaqnostikanın nəticəsi çox aşağıdır. Adamın belə deyək də, yəni bundan daha bilik və bacarıq yüksək olan və daha elə bil həmin məktəbin tədrisinə bir mənalı təhsil edən yüksək layiqli namizəd var və adamın artıq müqaviləsinin müəssisə rəhbəri əsas şəkildə uzatmadı ki, belə deyək də, bu adamlar yenə də müəyyən səbəblərdən həm öz könüllü və yaxud nəticəsi nasıl olaraq bu peşəni tərk edilər ki, ümumi say istədiyiniz rəqəmə gəlib çatır. Yekunda diaqnostik qiymətləndirməyə cəlb olunan bölgələrdə fəaliyyət göstərən müəllimlərə nə tövsiyələriniz var ki, növbəti aylar ərzində onlar bu qiymətləndirməyə cəlb olunacaqlar? Qısa olaraq və təbii ki, onlara yönələn hansı mesajları verə bilərsiniz? Baxın, diaqnostikanın məqsədi bir mənalı şəkildə həm müəllimin, həm direktorun, həm də tədrisin keyfiyyətinin artırılmasıdır. Yəni, bu müəllimə bir yardımcı məqsəd daşıyır. Hər hansı bir imtahan xarakterdə buna yanaşmaq lazım deyil. Tövsiyələrə gəldiksə, diaqnostika ilə bağlı artıq sayt fəaliyyət göstərir və həmin saytda biz diagnostika.edu.az və həmin saytda biz həm sual nümunələrini yerləşdirmişik, həm simulyativ test yerləşdirmişik, müəllim ora daxil olaraq sırf imtahanın simulyasiyasını apara bilər ki, bu imtahan necə olacaq, nətər olacaq. Ondan başqa orada sual-cavab bölməsi var ki, ən çox soruşulan suallar. Misal üçün, nə vaxt olacaq, mən iştirak etməliyəm, yoxsa yox, necə olacaq, yenə deyirəm, həmin sayt daim yenilənir və müəllimlərin əsas tövsiyəm olaraq o sayta baxsınlar və ya artıq hazırlaşsınlar imtahana. Təşəkkür edirəm bir daha və növbəti efir vaxtına dək deyirəm. Sağ olun.